Maştağa ərazisindən tapılıb, bir qadının evində olub. 3 qız olublar evdə, bir ana, 2 oğul. Paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan və itkin düşən yeniyetmə qızlar tapılıb. Qeyd edək ki, dayı qızı, bibi qızı olan həmin şəxslər aprelin 16-sında axşam saatlarında evdən çıxıb bir də geri qayıtmamışdılar. Uşaqlar deyilənə görə Maştağa ərazisindən tapılıb, bir qadının evində olub. Saat 3 radələrində gətiriblər bölməyə. Uşaq mənə deyib, bir qadının evində qalmışıq. Böyük, yəni onun oğlu ilə evlənmək məqsədi ilə bir evdə yaşayıb. 10 gün orada qalıblar. 3 qız olublar evdə, bir ana, 2 oğul. Belə bir şəkildə mən uşaqla danışdım. Uşaq mənə yalvardı, xala məni buradan apar. Uşaqlar hardadır? Polislərin dediyinə görə sosiala verilib. Uşaq o istəkli olduğu oğlanla danışıb, onların evinə gediblər. Bu Maştağa ərazisində yaşayırlar. 10 gün ərzində onlar demişdi. Bəli, bəli, onlar da yaşayıblar. Yəni ki, qızın biri oğlana istəkliymiş, belə dediniz. İstəkli olub. Bəs digər qız niyə gedib? Digər qız onunla bərabər gedib, qorxudan. Çünki bunlarda telefon... Kimdən qorxub ki? Anadan, atadan gizlin telefon verib. İşlət, Instagrama, TikToka gir. Bunu uşaq biləndən sonra çıxıb gedib evdən ki, atam məni öldürər. O qızın danışdığı oğlan olub, amma bu qızın danışdığı oğlan falan olmayıb. Telefon üstündə qorxublar, gedəcəyi heç bir yeri yox. O oğlanın evinə gedin. Yox, xeyr, mənim qızım danışdığı olmaz. Öz içindir, ona fikir verməyin. Ya deyir biri qızı istədiydi, amma heç bir məlumatımız yoxdur. Dəqiq O qızın xalası deyir ki, qızlardan biri oğlanla istəkliymiş, gedib onun evinə və digər qız da onunla gedib. nə eşitdir onu deyir. Yəni elə bir məlumat mən eşitməmişəm. Mən uşağın anasıyam. Xanımın dediklərini təksib edirsiniz. Bəli, mən ona inanmıram. Sübutla qoymalıdır qarşımda. Mən uşağım demədi, hə belədir. Elə bir şey olsaydı mən bilərdim. Kimin evindən tapılıb o? Bir qadının evində tapılıb, 2 oğlan olub, 3 dənə qız olub, bir qadın olub. Bəs o tapılan ev var, qadın deyirsiniz. Tanıyırsınız o qadını? Xeyr, o qadını heç bir tanımıram. Deyilə Çiləgər bir yer var, tanımıram. Yəni buralara yaxındır, deyilə buralarda bir yerdədir. Yəni mən də sizin qədər bilirəm. 10 gün ərzində bəli, həmin evdə deyilər olub. 2 nəvanın babasıyam. Qız nəvamdır, oğlan nəvamdır. Sizdən soruşuram. Sizdə olan məlumata görə bu xanımlar, yeniyetmə qızlar bu 10 gün ərzində harda olub? Bugün deyirlər ki, bir dənə arvad olub, 3 dənə qız olublar, 2 oğlan olublar. Bir yerdə yaşayıblar. Elə məlumat burada eşitmişəm. Maştağda çoxdan yaşayansınız. Bəli, Maştağda olurlar. Deyilənə görə o xanım da Maştağda yaşayandı. Tanıyırdınız o xanımı? Yox, tanımıram. Burada şəkildə gördüm ki, Bəs o xanımın o evi sizin evə yaxındır? yox, tanımıram. Hər iki qızın, birinin anası, birinin də xalası fərqli fikirlər dedi. Burada nə eşidiblər, onu danışırlar. Paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışı aparılan 2 yeniyetmə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri ilə tapılıblar. Hazırda onların qaçma səbəbləri və digər təfərrüatlar araşdırılır. Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisin məlumatlandırmayan taksi sürücüsü Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.